Böyük yazıçıların həyatı təkcə əsərlərindən ibarət olmur. Bəzən bir məktub bütöv bir yazıçının taleyini açır. Biz bu videoda Dostoyevskinin atasına yazdığı məktubdan danışacağıq. Hələ gənc, tərəddüdlü və axtarışda olan bir insanın səmimi etirafları var bu məktubda. Gəlin böyük yazıçını bu dəfə əsərləri ilə yox, məktubundan tanıyaq. Dostoyevski 1838-ci il mayın 10-da atasına yazır. Hörmətli ata, qəribədir. İndiki həyatımdakı axmaq situasiya məni bir çox şeylərdən məhrum edir. 5 gündür imtahanları və parada hazırlığa görə sizə məktub göndərməyə vaxt tapmıram. Əziz valideynim, siz doğrudan düşünürsünüz ki, oğlunuzun sizdən maddi yardım istəməyi artıqdır. Allah şahiddir ki, bu nə şəxsi ehtiyaclarım, nə də öz mənfəətim üçündür. Öz əlim, öz ağlım var. Azad və sərbəstəm. Əslində səndən bir qəpik belə istəməməliyəm. Ölüm yatağında səndən dəstək gözləməkdən də utanmalıyam. İndiki halda ancaq sənə gələcəklə təsəlli verə bilərəm. O gələcək ki, artıq uzaqda deyil. Əminəm ki, zaman səni həqiqətləri ilə razı salacaq. İndi sözün əsl mənasında mənə başa düşməyin üçün sənə yalvarıram, əziz ata. Xidmət edirəm. İstəsəm də, istəməsəm də ətrafdakılarla ayaqlaşmalıyam. Niyə mən istisna olmalıyam ki? Bu cür ayrı seçkilik gələcəkdə pis hadisələrə səbəb ola bilər. Ona görə də insanlara qaynayıb qarışmaq lazımdır. Hərbi akademiyanın hər tələbəsinin düşərgə həyatı ən azı 40 rubla başa gəlir. Bu 40 rubla çay, şəkər və digər ehtiyaclar daxil deyil. Rahatlığıma görə yox. Amma ən zəruri ehtiyaclarımı qarşılamaq üçün bu pula ehtiyacım var. Yağışda və rütubətli havalarda parça çadırda yatmağa məcbur olanda, üstəlik təlimdən yorğun və üşümüş qaydanda insan bir çaya ehtiyacı olacaq qədər xəstə hala düşür. Səni problemlərini də nəzərə alıb çay və digər şeylərdən imtina edərək ən zəruri ehtiyacım 2 cüt patinka üçün 16 rubl istəyirəm. Kitablar, yazı vasitələri, kağızlarım, corab və ayaqqabılarımı gərək bir yerdə saxlayım. Ona görə bir sandığa ehtiyacım var. Düşərgədə çadırdan başqa sığınacaq yerimiz yoxdur. Yatağımız içinə saman doldurulmuş parçadır. İndi səndən soruşuram. Sandığım olmasa, mən əşyalarımı harda saxlaya bilərəm? Hər halda bir sandıq almağımla kasıflamaraq. İmtahanlar yaxın vaxtlarda qurtaracağına görə artıq kitaba ehtiyacım olmayacaq. Sonra bizə geyim verəcəkləri üçün sizdən artıq ayaqqabı da istəməyəcəm. Əslində, verilən batinkalar elə pisdir ki, şəhərdə də geyinsən. 6 aydan sonra cırılar. Axırıncı dəfə göndərdiyin puldan 15 rubl saxlamışam. Amma özün də görürsən ki, 25 rubla daha ehtiyacım var. İyunun əvvəlində düşərgə bitir. Əgər oğlunun bu ağır ehtiyaclarını dəstək olmaq istəyirsənsə, iyunun əvvəlinə qədər pulu göndər. Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Sağ olun.